Salam, hər vaxtınız xeyir olsun. Əziz tələbələr, mən Fərid Qafarov. Bugün sizə maraqlı bir blok sualına baxırıq. Hansı ki, hesab mənlər bölməsindən bir sualdır. Bir bizə ifadə verib deyək və həmin ifadəyə uyğun olaraq bizdən 3 sualın cavabını soruşur. Bu tip sualları necə həll edirsiniz? Baxın, bu tip suallarda bir çox şərtlər olur. Həmin şərtləri sırayla diqqətlə yazsaz, sualı çox asan və rahatlıqla həll edəcəksiniz. Bu sualı həll edərkən mən belə bir cədvəldən istifadə edirəm. Baxın, belə bir cədvəl qururuq. Cədvəlimizin yuxarı hissəsini A, B, C və D-ni qeyd elədik. İndi baxaq görək bizdən sualın hansı hissəsindən başlayırıq yazmağa. Cədvəlimiz hazırdır. Baxıram bura. Diqqətlə baxanda görürəm ki, D-ni vurub AB-yə alıb 72. Bir də buradan görürəm ki, bu qara dairə düşüb aşağı olub 2. Deməli, bu qara dairənin özü 2-yə bərabərdir. Bunu da tapdım. Yaxşı, indi nə edirik? D-ni AB-yə vurub yazıb 72. Bu hansı şərtlər daxilində ola bilər? İlk öncə ona baxırıq. D 1 olarsa, AB 72 ola bilər. O zaman C neçə ola bilər? Baxın, C-ni vurub AB-yə alıb 200 neçəsə. Bu C-nin 3 şərtini ödələ bilər. Çünki 3-ü 72-yə vuranda 216 ala bilərik. Bir də C 4 ola bilər. Yəni 4-ü 72-yə vursaq 288 ala bilərik. Bu C-nin 2 şərti var artıq. 3 ilə 4. Gəlin onda A qeyd edək buradan. A 7, B 2, C ala bilər 3 ilə 4. D də oldu 1. Birinci bu şərtdə ödədi. İndi ikinci şərtimizə baxaq. Yenə D-ni vurub AB-yə yazıb 72. Bu hansı şərt də ola bilər? 2 vuraq 36. Yaxşı, indi buradan baxaq. C-ni vurub 36-ya, yenə burada alıb 200. Bu hansı şərtlər ola bilər? Bilirik ki, C burada artıq böyük rəqəmlər olmalıdır. 6-dan başlayaq. Çünki 5-i 36-ya vuranda 180 edir. Bu ödəmir. 6-nı 36-ya vura bilərikmi? Vura bilmərik. Niyə? Çünki burada şərtdə deyir ki, ABCD bir-birindən və 0-dan fərqli rəqəmlərdir. Ona görə biz C-yə də 6, B-yə də 6 verə bilmərik. Onda nə edirik biz buradan? C-ni 7 qiymətindən başlayırıq. 7-ni vururuq 36-ya. Burada 200 neçəsi alınır. Düzdürmü? 7-ni 36-ya vuranda alınır 252. Bir də C-nin 8 qiyməti ola bilər. C 7 qiyməti ala bildi, bir də 8 qiyməti. Baxaq görə alınırmı? 8-i vururuq 36-ya. 8-i 36-ya vuranda neçə edir? 288. Burada da ödədi. Amma 9-u 36-ya vuranda artıq bu 300-dən yuxarıda deyir. Bizə amma 200-lər də lazımdır. Deməli, burada da C-nin 7 və 8 şərti yenə də ödənmiş oldu. Onda A3 oldu, B6 oldu, C aldı 8 ilə 7, D də oldu 2. Aha, indi keçək 3-cü şərtə. Deməli, D-ni vurub AB-yə yazıb 72. İndi bu 3 vuraq 24 şərtində ödənə bilər. İndi biz C-ni 24-ə vurub almalıyıq 200 neçəsə. Bu ola bilərmi? Baxın, C artıq buradan 8 ilə 9 götürə bilərəm ki, 200-ə yaxın bir adansın. 8 götürsəm, 8 dəfə 24 edir 192. Bu ödəmir. 9 götürsəm, 9 dəfə 24 neçə edir? Edir 216. Deməli, C-nin 9 qiyməti burada ödədir. Onda bizdə C oldu 9. A2 oldu.
B 4 oldu. C 9, D də 3 şərti. Sonra D-ni AB-yə vurub 72 necə ala bilərik? 4 vuraq 18-dən. Hə, artıq baxın. 4 vuraq 18 şərtinə gəldiksə, burada C-yə artıq biz 18-də vurub heç vaxt 200 ala bilmərik. Çünki bir rəqəminin 18 maksimum 9-dur. 9 da biz 18-də vuranda 162 eləyir. Bu ödəmir. Deməli artıq indən sonra AB-nin qiyməti kiçildikcə biz C-ni AB-yə vurub 200 neçə ala bilmirik. Misal üçün başqa nəyə vurub 72 ala bilərəm? 6-nı vuraram 12-yə. Mən C burada neçə ola bilər ki, mən C-ni 12-yə vurum, 200 neçə alım. Artıq bu qiymətlərdən sonra burada biz sualımıza lazım olmayan ədədlər tapırıq. Bəs tapdığımız rəqəmlərə uyğun gəlin görək hansı sualları cavablandıra bilərik. Deyər, aşağıdakı mühakimələrdən neçəsi mütləq səhvdir? C tək rəqəmdir. Baxın, C tək də var, cüt də var. Bu mütləq səhv deyil. Bu düzdür. Ola da bilər, olmaya da bilər yəni. Bu mütləq səhv deyil, buna plus qoyuram. Deyir, maksimum AB 36-ya bərabər. Yox, maksimum AB baxın 72 ola bilər. 72. Bu səhvdir. Deyir, A kiçikdir B-dən. 316 şərtində AB-dən kiçikdir. Amma 7-2 şərtində AB-dən böyükdür. Bu ola da bilər, olmaya da bilər. D kiçikdir 3 şərtində. D-nin kiçikdir 3 şərti bu mütləq doğrudur. Çünki D 1, 2, 3 ola bilər. Bu mütləq doğrudur. Mütləq səhv olan yalnız bir dənədir. Maksimum AB 36 olur. Sonra baxaram bu 44-dür. Deyir, maksimum CD, minimum CD. Maksimum CD baxın 93-dür. 9-un 3. Bəs yaxşı minimum CD. Minimum CD burada alınır. Baxın 3 ilə 1-dən. Yəni 31. 93-ün üstünə 31 gələndə edir 124. Baxaq ki, burada nə soruşur? Deyir, C bərabərdir 4 olarsa. Aha. C bərabərdir 4 olanda onda A 7 olur, B 2 olur, C 4 olur, D də 1 olur. Bizdən nəyi soruşur? A plus D nəyə bərabərdir? A 7-dir, D də ki 1-dir. Bunların cəmi eləyir 8. Yəni B variantı. Günlük blok sualımızın izahı bu qədər. Sağ olun, növbəti videolarda görüşənədək.